Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala rasulihil emin ve alihil meyamin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. بحق فاطمة وأبيها وبعلها وبنيها والسر المستودع فيها اللهم صل على Muhammed ve ali Muhammed. Eyyam-ı Fatimə günlərində xanım Zəhra salamullah əleyhanın həm fəzilətindən danışmaq mühüm məsələdir, həm şəhadətindən. Amma adətən bütün fəzilətlər insanın şəxsiyyətində formalaşan Allahın rizayətinin bərpasından qaynaqlanan bir məsələ olur. Bir şəxsiyyətin barəsində Allahın Rəsulu o qədər böyük, mübarək sözlər işlədib. Görəsən bu şəxsiyyətin həyatında önəmli nə məsələlər olub ki, Allahın nə qədər rizayətini qazanıb ki, bu şəxsiyyətin barəsində Ağa Rəsulullah bu qədər mübarək kəlamı deyib. Həzrəti Peyğəmbərin sözü vəhyin özüdür. Peyğəmbər vəhyidən başqa heç bir söz deməz. Mütəal Allah Qur'an-ı Kərimdə Ən-Nəcm surəsinin 2 və 3-cü ayəsində Peyğəmbərin sözləri barəsində bu cür deyir. Peyğəmbərin kəlamı vəhyidir. O vəhyidən başqa bir şeylə həva və həvəsindən, nəfsindən heç bir şey danışmaz. Hər nə danışır vəhyidir. Allahın vəhyidir, Allahın istəyidir. Peyğəmbərin dili Allahın danışan dilidir məcazi mənada. Peyğəmbər Allahın sözünü insanlara bəyan eləyəndir. Xanım Zəhra salamullah əleyhanın barəsində Peyğəmbərin bu qədər sözləri, yəni vəhyi bunu deyib. Həzrəti Peyğəmbər deyir, xanım Zəhra mənim bədənimin bir hissəsidir, bunu vəhy deyir. Əgər canında, vücudunda, ruhunda, ruhiyyəsində, təfəkküründə, qəlbində bir zərrə belə nöqsana yer verən bir varlığın barəsində Peyğəmbər deyə bilərmi ki, Fatimə mənim canımın bir hissəsidir? Yəni, əgər o nöqsan onun həyatının hər hansı bir hissəsində baş veribsə, Peyğəmbərin vücudunda nöqsan var. Yox, əgər Peyğəmbər əşrəful bəşərdirsə, bütün bəşəriyyətin ən kamil bir varlığıdırsa, bütün bəşəriyyətdən ən qiymətli bir varlıqdırsa, bu varlığın vücudu bərəkətdirsə, bu varlığın vücudu pakdırsa, bu varlığın vücudu bütün eyb və nöqsanlardan uzaqdırsa, bu şəxsiyyət xanım Zəhranın barəsində deyir ki, mənim canımın bir hissəsidir. Yəni, əgər xanım Zəhranın həyatında bir zərrə nöqsan varsa, Peyğəmbərin vücudunda nöqsan var. Və bu düşüncə ilə yaşayan insanlar, bu məsələlərə bu cür biganə qalıb, başqa sözlərlə yanaşan bu məsələlər insanlar bilsinlər, bunlar səhvi Peyğəmbərdə tutublar, səhvi vəhy-i ilahidə tutublar. İlahi vəhyə qarşı bədgümandılar. Allahın vəhyinə qarşı bunlar pis fikirdədirlər. Bunlar xəbasətli bir niyyətdədirlər vəhyə qarşı. Xanım Zəhra Peyğəmbərin canının bir hissəsidir. Yəni, vəhy bunu təyin edib ki, Peyğəmbərin paklığı, vücudu barəsində Qur'an deyir ki, aləmlərə rəhmətdir. Bu aləmə rəhmət olan deyir, mənim canımın bir hissəsi qızım Fatimədir. Yəni, qızım Fatimə aləmlərə rəhmətdir. Taha surəsində Peyğəmbərin tərifatı və digər surələrdə Peyğəmbərin tərifatı barəsində gələn böyük, əzəmətli bir dənə əxlaq sahibi Peyğəmbərin barəsində Qur'an bu tərifi deyirsə, vəhyin danışan dili Ağa Rəsulullah deyir ki, Fatimə mənim canımın bir hissəsidir. Mənası budur, Qur'anda nə qədər Peyğəmbərə tərif gəlibsə, Peyğəmbərin vücudu nə qədər ayət tərif eləyibsə, təhsin eləyibsə, bunların hamısında xanım Zəhra müştərəkdir.
Əgər bu işə layiq olmasa, müvafiq olmasaydı xanım Zəhra salamullah əleyha, vəhyin danışan dili onu öz canının bir hissəsi hesab eləməzdi. Vəhyi niyə bu cür düşünək ki, biz vəhyi Peyğəmbərə nazil oldu, bir hadisə baş verdi, Peyğəmbərə Cəbrəil bu ayəni gətirdi, mövzu ondan da tamam oldu, bitdi, getdi. Bu Qur'an barəsində nə qədər naqis düşüncədir, bu Qur'an barəsində nə qədər bədgümanlıqdır, bu Qur'anı nə qədər kiçik hesab eləməkdir, bu vəhyi məktəbi nə qədər kiçik hesab eləməkdir, bu vəhyi məktəbinə nə qədər balaca baxmaqdır, bu vəhyi məktəbinin əzəmətin nə qədər aşağı səviyyədə görməkdir. Yox, əgər vəhyi məktəbi bir Peyğəmbərin vücudunda bütün aləmə mövzuların sərgiləyirsə, bu sərgilənən tərifat, bu sərgilənən əzəmət, bu sərgilənən ecazkarlıq, bu sərgilənən rəhmət, bu sərgilənən böyük şəxsiyyətin cəlalətli varlığı xanım Zəhranın barəsində deyir ki, bu şəxsiyyət o mənim canımın bir hissəsidir. Yəni, mənlə müştərəkdir. Vəhyi mənə nazil olub, məni tərif edib. Peyğəmbər, sən bu əxlaqa sahibsən, sən böyük əxlaqa sahibsən, sən çox əzəmətli bir şəxsiyyətsən, sən çox dəyərli bir insansan, sən aləmə rəhmət gəlmisən, sən insanların hidayət səbəbkarısan. Bu şəxsiyyət deyir ki, xanım Zəhra mənim canımın bir hissəsidir, varlığımın bir hissəsidir. Yəni, bunların hamısında bu deyilən sözlər vəhiy mənə deyib, mənim varlığımla müştərək olan qızıma da bu təriflər aiddir. Qızıma da bu təhsinlər aiddir. Və o qədər eyibdən və nöqsandan ki, vəhiy məni, yəni Peyğəmbər ki desə, Peyğəmbər deyir, vəhyi məni sabit edib ki, mən heç bir eybə bulaşmamışam, mən heç bir nöqsana bulaşmamışam, Peyğəmbərlikdən qabaq bir zərrə mənim həyatımda nöqsan görsənməyib, bütün kamalı xüsusiyyətlər mənim həyatımda bərpa olub, məni Allahın xüsusi mələkləri vasitəsilə Allah özü tərbiyə edib, ta uşaqlığımdan Allah məni özü himayə edib, ta böyük dəyərli dəyərləri mən hələ Peyğəmbərliyə çatmamışdan qabaq, xüsusən Allahla münacatda Allahdan bunu almışam, Allah məni özü tərbiyə edib. Bu şəxsiyyət deyir, qızım mənim canımın bir hissəsidir. Yəni, qızımı Allah özü tərbiyə edib. İndi gələsən, sual eləyəsən, bu böyük şəxsiyyətin həyatında deyilən bu fəzilətlər, indi görəsən, bu həyatında bu şeyləri yaşamasa, bu fəzilətlər bu xanımın barəsində şamil ola bilərdimi? Eləyə bilərik biz bunların barəsində çox yaxşı düşünək. Vəhyin harasında Peyğəmbərin qissəsi bəhs olunub. Vəhyin harasında Peyğəmbərin tərifatı vəhy olunub. Vəhyin harasında Peyğəmbər tərif olunub. Vəhyin harasında Peyğəmbər eyibdən və nöqsanlardan uzaq görülüb. Vəhyin harasında Peyğəmbərin şücaətindən danışılıb. Vəhyin harasında Peyğəmbərin səxavətindən danışılıb. Vəhyin harasında Peyğəmbərin əxlaqından danışılıb. Vəhyin harasında Peyğəmbərin xoş əxlaqından danışılıb. Vəhyin harasında Peyğəmbərin alə münasibətlərindən danışılıb. Vəhyin harasında Peyğəmbərin ictimai münasibətlərindən danışılıb. Vəhyin harasında Peyğəmbərin vücuduna aid hər nə varsa, xanım Zəhra salamullah əleyh hamısında müştərəkdir. Əgər bu can sahibi həyatında bu şeyləri yaşamasa, görəsən Peyğəmbər və ali Peyğəmbər xanım Zəhranın barəsində fəzilət deyərdilərmi? Bir şəxsiyyətin barəsində gələn fəzilət onun həyatında yaşadığı şeylərdir ki, məsumlar onun barəsində danışıblar. Tarixdə nə çox insanların barəsində fəzilət danışıblar, amma o fəzilətlərin heç biri həyatda öz gerçəyin tapmayıb. Bir hissədə fəzilət danışıblar, həyatının növbəti hissəsində o danışılan fəzilətin əksi ki, görsənib, tarix gətirir. Bunun barəsində danışılan deyilən hədislərlə üz-üzə gələndə, müvafiq olmayanda bu şəxsiyyətin cinayəti sabit olur. Bu şəxsiyyətin həqiqət olmamağı sabit olur. Amma Peyğəmbərdən, məsumlardan xanım Zəhranın fəziləti barəsində deyilən sözlər eynən məsumların özlərinin barəsində deyilən fəzilətli sözlər həyatının hər hansı bir hissəsində onun əksinə bir zərrə addım görsənməyib. Bu cəhətdən bunların barəsində deyilən bütün həqiqətlər sabit olub və insanların ruhunu oxşaya bilib.
insanların qəlbini oxşaya bilib. Xanım Zəhra salamullah əleyh elə bir şəxsiyyətdir ki, barəsində Peyğəmbər o cəlalətli sözləri deyib ki, sabah bu cəlalətə layiq olan xanımın şəhadəti insanların kimin əzazil, kimin zalim, kimin ədalətə qarşı müxalif və kimin Peyğəmbərə qarşı xəyanətkar görsənməyin, olmağın dünyaya bəyan eləsin. Xanım Zəhra olmasaydı Peyğəmbərə xəyanət edənlər sabit olmazdılar ki. Xanım Zəhra salamullah əleyha olmasaydı Peyğəmbər məktəbinə xəyanət edən xəyanətkarlar indi vəfadar kimi tarixə düşmüşdülər. Hələ necə ki istədilər onu vəfadar kimi onları tarixə eləyələr, sabit eləyələr. Xanım Zəhranın şəhadəti olmasaydı Peyğəmbər məktəbinə zülm eləyənlər tanınmazdılar. Xanım Zəhranın şəhadəti olmasaydı, Xanım Zəhranın barəsində olunan zülümlər olmasaydı, Peyğəmbər məktəbi adı altında Peyğəmbər məktəbinin əksinin təbliğatları dünyada görsənməzdi. Haqla batil hamısı bir-birinə qarışardı. İnsanlar nə haqq tapardılar, nə batil tanıyardılar, nə haqq yaşamağı başa düşərdilər, nə batildən uzaq düşməyi başa düşərdilər. Bir Xanım Zəhranın şəhadəti eləyə bildi ki, dünyada bu dəyişən dönəmdə elə bir imza atsın ki, Peyğəmbər məktəbi bütün eyiblərdən və nöqsanlardan amanda qalsın. O şəxsiyyət olan Peyğəmbər ki, özü eyibdən və nöqsandan uzaqdır, Allah öz pak sifatından ona verib, bu pak şəxsiyyət vəhyin dilindən həmən o paklığı Xanım Zəhranın barəsində deməklə istədi deyə ki, Xanım Zəhranın məndən sonra bütün sözləri, həyatı biləsiz, mənim sözlərim və mənim həyatımdır. Ona müxalif olan mənə müxalif olub. Hər kim də mənə müxalifdirsə dünyadan müsəlman kimi köçə bilməz. Xanım Zəhra salamullah əleyhanın müsibəti bütün imamların göz yaşlarına səbəb olub. İmam Sadiq əleyhissalamın huzuruna bir nəfər Buşşari gəldi, yetişdi. Buşşar ibn Məkarim gəldi, yetişdi İmam Sadiq ağanın huzuruna. İmam xurma yeyirdi. Dedi ki, İmam təklif elədi ki, Buşşar Məkari, bəlkə sən də təam eləyəsən bu xurmadan. Dedi, ağacan, vallah meylim çəkmir. İmam gördü ki, bunun qəhər boğub. Dedi ki, niyə bu cür sən? Qardaş, sənə nə üz verib, nə görmüsən? Dedi, ağa, yolda gələndə bir xanımın zülmün gördüm, bir xanıma əziyyət edirdilər. Soruşdum, səbəb nədir? Dedilər ki, o xanım ayağı biraz büdrüyüb, ayağı belə ağrıyanda deyib ki, lənəllah bi zulmik ya Fatimə, sənə zülm eləyənə lənət olsun. Bi zalimik ya Fatimə, lənəllah bi zalimik ya Fatimə, sənin zaliminə lənət olsun ya Fatimə, bunun üstündə döyülmüşdü. Deyirik, İmam Sadiq əleyhissalam yerindən durdu, mübarək göz yaşları üzünə axa-axa durdu, gəldi səhlədə dua elədi. Ki, uzun qəziyyədir ki, o xanımı sonra özünü azad elədilər, imam ona salam göndərdi. Yəni, imamların göz yaşına səbəb olub Xanım Zəhranın adı çəkilən bir yer. Xanım Zəhranın adı çəkilən bir məclis imamların göz yaşına səbəb olub, imamların ürəyin sındırıb. Bu xanım kimdir ki, yeryüzünün hüccətləri buna ağlayıblar? Bu xanım kim olub ki, imamlar öz dövrlərində anaları Fatimədən danışıblar, ailələrinə anaları Fatimədən danışıblar, Fatimənin fəzilətindən danışıblar. Bu xanım kim olub ki, dünya onun barəsində fəzilətin saysa bir yana çıxa bilməz? Bu xanım kim olub ki, Həzrəti Əli barəsində deyir ki, səni məndən başqa bir kəs tanımadı. Əlbəttə, Peyğəmbər, imamlar, bunlar istisna ki, bəşər xanım səni tanımadı, haqqına zülm elədilər. Səni tanıya bilmədilər, barəndə cahil oldular. Bu xanım kim olub görəsən? O xanım ki, vəhyin qapısı olan Peyğəmbər qapısı bu xanımı tərbiyə eləyib. Xanım Zəhra salamullah əleyha vəhyin qapısında tərbiyə olunub. Xanım Zəhra salamullah əleyha vəhyin qapısına görə şəhid olub. Xanım Zəhra salamullah əleyha vəhyin aradan getməməsi, vəhyə napakların ləkə atmamasına görə şəhid olub. Xanım Zəhra salamullah əleyha haqla batil dünyada bir-birinə qarışmasın, haqq öz həqiqətində, cilvəsində insanlara görsənə bilsin, bu yolda canın qurban edib. Xanım Zəhra Allahın rizayətini hər şeydən üstün tutub. Xanım Zəhra o şəxsidir ki, Peyğəmbər birinə qəzəblənəndə deyərdi ki, əgər kimsə Allahın ədalətin pozsa, qızım Fatimədə olsa,
bu cəzanı ona da tətbiq eləyərdim. Yəni qızım Zəhra mənim üçün bu qədər əzizdir. Allahın qanununu müqayisə eləyəndə xanım Zəhranın adını çəkirdi ki, insanlar başa düşsün, peyğəmbərin ən əzizi xanım Zəhra salamullahi aleyhadır. Baxın, bu sözlər xanım Zəhranın barəsində deyilməklə, xanım Zəhranın şəhadətində, xanım Zəhranın dünyada olmağında, hamısında xanım Zəhranın kimliyin sabit eləyib. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.